Bir qadın öz kişini özünə qarşı impotent edə bilərmi, yoxsa yox? Niyə görə bir qadınla kişidə cinsi münasibət alınmır, amma başqa qadınlarla çox gözəl hər şey alınır? Niyə görə kişilər öz həyat yoldaşlarını istəmirlər, amma qıraqda hardasa başqa qızlarla çox gözəl vaxt keçirirlər? Bugünkü videoda biz sizinlə bu suallara aydınlıq gətirəcəyik. İlk növbədə diqqətinizi çəkmək istəyirəm o qadınlara kimlər bu 3 səhvi buraxırlar. Əlbəttə ki, bu çox yaxşı qızlardır. Bu həmin o mədəni həyat yoldaşlardır, kimlərin yoldaşları hər zaman təmiz, hər zaman doymuş, kimlərin uşaqları hər zaman səliqəli və hər bir şey bu qadının ətrafında əladır, o super anadır, o super bir insandır. Amma təəssüf ki, həyat yoldaşı kimi, sevgili kimi o özünü ifadə edə bilmir. Və birinci bizim səhvimiz analıq etməkdir. Bizə öyrədirlər uşaqlıqdan necə biz qadın olmalıyıq, necə tərbiyəli olmalıyıq, necə davranmalıyıq ki, yaxşı həyat yoldaşı olaq. Və bura aiddir yemək bişirmək, bura aiddir kişiyə qayğı göstərmək, bura aiddir uşaqlara tərbiyə etmək, bura aiddir evdə səliqə-səhman yaratmaq, amma bura aid deyil alovlu qadın olmaq, ehtiraslı qadın olmaq, necə həzz almaq olar cinsi həyatdan, yoldaşla təmasdan, necə kişinin ağlını başdan aparmaq olar, necə özündən zövq almaq olar, necə həyatdan zövq almaq olar. Bütün bu siyahılara təəssüf ki, aid etmirlər. Və getdikcə hətta ailə əgər sevgi üzərində qurulubsa və bu cütlük bir-birini sevirsə və hər şey onlarda yaxşıdır, qadın ana olandan sonra o özünü bəzən qadın kimi itirir, sevgili kimi itirir, həyat yoldaşı kimi itirir və orada qalır ana. Ana hansı hər bir şey kontrol altında saxlayır, o çox düzgündür, o çox mədənidir. Cinsi münasibətdən zövq almaq, almırdı heç kəs və bəlkə bu mənə aid deyil düşüncələr onun beynində olur. O utancaqdır, o utanır tələb etmək, istəmək, o utanır öz ehtiyaclarını, yataqda olan ehtiyaclarını sevgilisinə, həyat yoldaşına söyləmək və sadəcə fokuslanır daha önəmli məqamlar üzərində. Belə bir həyat yoldaşlara kişilərin çox böyük bir hörməti olur. Əlbəttə ki, onlar dəyərləndirirlər o qadınların qayğını, onlar dəyərləndirirlər o qadının onların uşaqlarına doğru olan analığını, amma getdikcə cinsi istək itir, çünki heç bir sağlam insan ana roluyla cinsi münasibətə girmək istəmir. Bəlkə də qalır hansısa cinsi münasibət, amma o çox formal, sadəcə ad qalır ki, biz cinsi münasibətdə olduq, çünki bəli bu mənim həyat yoldaşımdır və bu mənim borcumdur. Borc xarakterini daşıyır və getdikcə kişi ümumiyyətlə bu qadını istəmir. Və istəmədikcə o bəhanələr başlayır gətirməyə, o saatlarla, günlərlə qalır işdə, qaçır bu qadından intim ortamda qalmaqdan. Bu kişilər başlayır qaçmağa. Özü də bəlkə də anlamır nə baş verir. Bəlkə də o düşünür ki, yox, bu qadın müqəddəsdir, mən ona qarşı belə bir şey edə bilmərəm. Ya da ki, cinsi münasibətdə özləri də açıq olmurlar və bildirmirlər, hiss elətdirmirlər onlar istədiyini və burada belə qapalı bir dairə kimi olur. Burada qadın fırlanır, yox mən necə deyim, mən utanıram, daha önəmli şeylər var, yox mən yanıq deyiləm. Və burada eyni şeylər də kişilər düşünür ki, yox bu mənim uşaqlarımın anasıdır, yox bu qadın müqəddəsdir, yox mən ona qarşı belə bir şey edə bilmərəm, yox birdən o məni səhv
başa düşər, mən ondan daha artığını istəyə bilmərəm. Heç nə olmaz, o ayağını aralayar, biz bir təhər cinsi münasibətdə olarıq. Bu qədər. Mən borcumu yerinə yetirdim. Getdikcə əlbəttə ki, bu kişilər tapırlar özlərinə qıraqda qadınları, onlar onları əyləndirirlər, gözəl vaxt keçirirlər və getdikcə ümumiyyətlə kişi hiss edir ki, o öz həyat yoldaşını istəmir və elə hekayələr də var. Nə vaxt 5 illərlə, 10 illərlə cütlük fərqli yataqlarda yatır və ümumiyyətlə bir-birinə yaxın gəlmir qızlar. Mən deyə bilmərəm ki, bəli, siz itirmisiniz öz şansınızı, heç nəyi düzəltmək mümkün deyil. Qızlar, hər bir şeyi düzəltmək mümkündür. Nə vaxt biz öz qadınlıq təbiətimizi qəbul edirik, nə vaxt biz qəbul edirik ki, biz fərqli ola bilərik və hər bir qadının daxilində bir neçə rolu yatır, arxetiplər buna deyilir ezoterikada. Burada ana, qız, kraliça və sevgili arxetipi və əsas kişilər üçün, xoş münasibət üçün, alovlu münasibət üçün bizə ehtiyac var. Sevgili rolunu, sevgili arxetipini oyatmaq və onu öz yoldaşımızın qabağına, sevgilimizin qabağına buraxmaq. Mənim Seks və Sevgi kitabımda mən bu rollardan danışmışam və orada izah etmişəm necə biz həmin o sevgilini oyadaq və demək olar ki, bu 250 səhifə elə həmin bu rol haqqındadır və sadəcə mən orada danışmıram. Bəli, qızlar, sevgili olmaq lazımdır. Xeyr, mən burada konkret olan tapşırıqlar verirəm, texnikalar, praktikalar verirəm. Buna görə də əldə edin. Qiyməti cəmi 13 manata o çatmır yumuşaq cilddə və bərk cilddə hardasa 16 ya 17 manatdır. Ali və Nino kitab mağazalarında satılır və onlayn sifariş edə bilərsiniz. Ali və Nino. İkinci bizim səhvimiz bu kişidən iyrənməkdir. Və mən dəfələrlə bu mesajları almışam ki, mən öz yoldaşımdan ya da ki, mən öz sevgilimdən iyrənirəm, onun spermasından ya da ki, onun cinsiyyət orqanını öpməkdən ya da ki, ora toxunmaqdan mən diksinirəm və mənə xoş gəlmir. Qızlar, mənim praktikamda belə bir hekayə var. Harda cütlük mənə müraciət edib, onlarda yataq sıfırdadır və kişi, biz birinci birlikdə görüşdük və sonra biz görüşürük ayrı-ayrı. Mən qadınla danışıram və kişi ilə danışıram. Və qadınla danışanda qadın deyir ki, bəli, hər şey normaldır, hər şey yaxşıdır. Yəni ki, mən çox aktivəm, mən çox ehtiraslıyam, məndə hər şey superdir. Və mən kişi ilə danışanda hiss olunurdu ki, nəsə, bilirsiniz, bəzən biz özümüzə inanmırıq ki, səbəb bu hansısa xırda bir şey ola bilər. O səbəbləri axtarırdı milyon dənə məsələdə və nə vaxt biz çatdıq onların ilk deyildi, bir neçə dəfə onlar artıq görüşüblər, intim münasibətdə olublar. Və 3-4 dəfədən sonra bir hadisə baş verdi, harda kişi artıq çatırdı orqazma və boşaltmaq istəyirdi və o cinsiyyət orqanını çıxartdı qadından və başladı masturbasiya etmək və sperma başladı tökülməyə qadının bədəninə, üzünə. Və o deyir ki, mən onun üzünə baxanda mən orada elə böyük bir iyrənmə gördüm, elə böyük bir diksinmə gördüm. Mənim bu qurtarmaq prosesim belə dayandı, mən duruxdum. Mən dondum deyir həmin zaman. Bəli, mən bu qadını çox sevirəm və onun sevgisindən də şübhəm yoxdur. Biz evlənənə qədər uzun müddət görüşürdük, biz öpüşürdük, biz çox gözəl vaxt keçirirdik. Bizim enerjimiz bir-birimizə uyğundur. Amma həmin o dəfədən sonra mən ona bəli yaxın dururam, amma istəmirəm. Bəli, mən onu hələ də sevirəm, amma ona qarşı hardasa ürəyimdə nəsə sanki ölüb və mənim bəzi fantaziyalarım var, hansıları mən heç ona etiraf da edə bilmirəm. Məsəl üçün, mən onun ağzına qurtarmaq istəyərdim və ona bunu deyə bilmirəm, çünki
bəlkə də o razılaşar, amma mənim üçün ürəyimdə bu xal kimi qalır, birdən o iyrənə, istəməyə bunu edər. Və həmin o dəfədən sonra mən hər dəfə boşaldanda elə boşaldıram salfetkaya gizlin ki, o görməsin. İndi onunla heç ola bilmirəm, olmaq istəmirəm. Yəni bizim həqiqətən də ciddi problemlərimiz var. Buna görə də qızlar, sizə tapşırıq. Diqqət edin öz üzünüzə, necə siz kişiyə baxırsınız, necə siz onun orqanına baxırsınız, necə cinsi münasibət zamanı sizin üzünüz hansı emosiyalar ifadə edir. Çünki əgər bu iyrənməkdir, diksinməkdir, nifrət etməkdir, qorxmaqdırsa, bu halda kişini bizdən itələyir və indi burada onlar evli idilər, amma əgər evli olmasaydılar, bəlkə də onların münasibəti dayanardı. Bəli, əgər təsəvvür eləyin, sizdən sizin sevgiliniz iyrənir. O sizi hardansa öpür və öpdü və belə şeylər edir. Siz onunla birlikdə özünüzü necə hiss edərsiniz? İstəkli, lazımlı, önəmli, yoxsa bəlkə mənimlə nəsə yolunda deyil, niyə görə bu belədir və başlayardıq biz utanmaq, başlayardıq biz qapanmaq və ümumiyyətlə, biz qadınlarda ümumiyyətlə libido oyanmazdır bizə qarşı kimsə belə bir şey etsəydi. Və var burada üçüncü bir səbəb qızlar. Bu çox ciddi bir səbəbdir. Yəni ki, bütün bunların içində ən ciddi səbəb vaginal genişlikdir. Qızlar, bizim bədənimiz və kişilərin bədəni elə yaradılıb ki, kişinin cinsiyyət orqanı bərk və uzunsovdur. Bizdə isə daxildə bu yumşaq, sıx və daxilə uzanır. Və bizim qızlığımızı açmaq üçün, bizə daxil olmaq üçün kişidə bərk ereksiya olur ki, o həmin o sıx bir yerə daxil ola bilsin. Bu təbiət tərəfindən belə nəzərə tutulub. Bəli, biz qadınlarda bundan əlavə ehtiraslanma zamanı bir azacıq əzəllər onlar sanki aralanır ki, orada o həmin boşluğu yaratsınlar, cinsiyyət orqanı girə bilsin. Və indi təsəvvür eləyin, əgər bir qadında istər doğuşdan sonra olsun, istər heç doğuş olmasın, bunun fərqi var, amma doğuş olmayan qadınlarda da vaginal genişlik olur. Balaca qızlarda da vaginal genişlik olur. Mən rəqsə gedirdim, bir 10 il bundan əvvəl, orada 13-14 yaşlı qızlar var idi və bir pozisiya var, nə vaxt ayaqlar arxaya keçir, orada qarında bizdə boşluq yaranır və əgər vaginal genişlik varsa, bizdə vaginadan səs çıxır. Sanki belə pırt pırt hava çıxır oradan. Yenə də bəlkə kimsə indi cinsi münasibət zamanı pırt parç, purç, xurlup, xulup, belə səslər əgər varsa, deməli vaginal genişlik də var. 13-14 yaşlı qızlarda əgər bu ola bilərsə, deməli bu hamıda ola bilər, fərqi yoxdur. Siz dünyaya uşaq gətirmisiniz ya gətirməmisiniz. Niyə görə bu olur qızlar? Bu sırf bədən genetik bir funksiyasıdır, xüsusiyyətidir. Var bədənlər, kimlər tam ümumiyyətlə həyatda heç vaxt idmanda olmayıblar, nə istəyirlər, yeyirlər və kökəlmirlər. Ya da ki, sıxdılar, bərkdilər və dəri elastikdir. Var elə bədən, onlar qızlar ümumiyyətlə zaldan çıxmır və 3 gün zala getmədi, bir dənə tort yedi və yenə bütün popo boşaldı, qarın pambıq kimidir və ümumiyyətlə belə buna deyilir lırt, bilmirəm. Heç kəsin xətrinə dəymək istəmirəm. Mən sadəcə istəyirəm izah etmək ki, anlayışlı olsun ki, bu doğuşla əlaqəsi var, amma eyni zamanda da yoxdur. Bəli, doğuş keçirən vagina, təbii doğuş keçirən vagina, o daha böyük genişlik ala bilər və ümumiyyətlə boş ola bilər, cırılma da ola bilər, ya da ki, bəlkə əməliyyat olunub və s. Və əgər qadında
yaranırsa boşluq. Bundan əlavə ehtiraz zamanı əzəllər də biraz genişlənir. Bundan əlavə sulanma əmələ gəlir və bir dəfə qadına cinsi orqan daxil olur və ikinci dəfə artıq heç bir şey hiss olunmur. Orada sulluqdur və o orada sadəcə orada hər hansısa bir hərəkətlər hiss etmir də, sadəcə o hərəkətləri göstərir, friksiyalar və nə kişi, nə qadın heç bir şey hiss etmir. Və hər dəfə bu cür və getdikcə kişinin bədənində aşağıdan yuxarı siqnal gedir ki, bu qadına daxil olmaq üçün, yəni ki, bütün bu enerjiyə ehtiyac yoxdur. Sərf eləmə bu qədər gücü. Sən belə də olsan, sən ora necəsə daxil ola bilərsən və zaten heç nə hiss olunmur içəridə. Sadəcə mən orada nəsə güya ki edirəm. Vaxt keçəndə kişi hiss edir ki, onda ümumiyyətlə ereksiya ilə problemlər başlayır. Bu qadının yanında onda durmur. Və əgər biz təsəvvür etsək ki, bu kişi bu qadına heç vaxt xəyanət etmir. O başlayır narahat olmağa ki, mənimlə nəsə baş verir, yəni ki, məndə durmur. Gedir həkimə, həkim baxır, hər şey analizlər və s. deyir ki, yox, sən tam sağlamsın. O yenə evə gəlir və onda yenə durmur. Kişilər üçün onların cinsi gücü bu bəlkə də həyatda ən önəmli bir varlıqdır. Hətta reanimasiyada işləyən medsestralar onlar deyirlər ki, kişilər komadan sonra oyanan kimi ilk növbədə onlar baxırlar öz cinsiyyət orqanlarına. İlk növbədə onları maraqlandırır onların cinsiyyət orqanları. Ayaqlar, əllər, beyin, vəbşə nə isə yadda saxlayır ya yox, bu ikinci növbədədir. Поэтому o gəlir, yenə də onlarda heç nə alınmır, o hiss edir özünü zəif, əlbəttə ki, bikef, əlbəttə ki, narahat və bilmir nə baş verir. Sonra hardasa, necəsə onun ağlına gələ bilər, bəlkə mən sınayım. Ya da ki, görür başqa hansısa qadını və hiss edir ki, o ereksiya var. Yəni ki, məndə durur. Necə ola bilər? Yenə qayıdır xanıma. Hardasa nəsə görür, onda durur. Deməli, problem məndə deyil. Və burada yenə ya başlayır xəyanət etməyə, ya da ki, bəlkə xanımı ilə danışır. Çox vaxtı nə bizim kişilərimiz bizimlə açıq danışa bilmir, nə də ki biz özümüz də açıq danışa bilmirik. Bəzən bəli onlar deyir ki, bəlkə gedək əməliyyat edək, nəsə artıq mən əvvəlki kimi hiss etmirəm. Bəli, əlbəttə ki, bu məsələlər həll olunan məsələlərdir. Mən hər zaman tövsiyə edirəm təbii ki, təbii üsulu, bu Kegel məşqləridir. Amma nə zaman bizə lazımdır əməliyyat, nə zaman bizə lazımdır Kegel məşqləri. Kegel məşqləri bu vaginal əzələləri sıxıb buraxmaq hərəkətlərdir. Hansılar əzələləri tonusa gətirir, əzələləri gücləndirir və həmin o keçidi daha sıx edir və baxmayaraq ki, ehtiraz zamanı biraz acıq da olsa, əgər orada bu genişlik də deyil, bu sadəcə o yer düzəldir, qadın yenə biraz sıxdı və kişi artıq ora keçəndə sanki ilk dəfə ora daxil olur. Əməliyyat o zaman lazımdır, nə vaxt doğuşdan sonra, təbii doğuşdan sonra, əgər orada həqiqətən də cırılma var, əgər orada səhv əməliyyat kəsiblər, sonra səhv necəsə tikiblər, yəni ki, əgər deformasiya varsa, o zaman bəli, onu əməliyyat etmək lazımdır. Amma biz sizinlə bunu da yadda çıxartmamalıyıq ki, bir dəfə genişlənən dəri, hətta hamilə oldu, bu qədər, bu boyda qarından yenidən necə qarın yastı olur, necə qarın balacalaşır. Çünki dəri elastikdir və bir dəfə dartılan dəri o yenidən və yenidən dartılacaq.
Поэтому o qızlar kimlər vaginoplastika ediblər, əlbəttə ki, sonra mənə gəlib deyirlər ki, bəli Marcina, sən düz idin. Vaginoplastika müvəqqəti effekt bizə vermişdi. Davay, hardadır səndə qadınlığın tantrası, hardadır səndə praktikalar və texnikalar ver, biz istəyirik başlamaq. Qadınlığın tantrasında qızlar bizdə Kegel məşqləri də var, bizdə hissiyat oyadan da məşqlər var. Orada intim masaj vasitəsilə biz ümumiyyətlə girişi o qədər sıx edirik ki, kişi ümumiyyətlə ora girəndə 1-2 dəfə orada cəhd etməlidir və sanki hər dəfə sanki ilk dəfə. Və biz sizinlə başlayacağıq 19 mayda yenidən praktikalara. Bütün lazımlı məlumatı mən aşağıda qoyuram. Buna görə də kim özünü tanıdı ya da ki, kim düşünürdü vaginoplastika haqqında, mən sizə tövsiyə edirəm, heç olmasa 1 ay başlayın məşqləri etmək. 1 ay mən hələ çox götürürəm, çünki 1 ay bu marafonun müddətidir. Ümumiyyətlə qızlar tam ilk günlərdən çox super bir nəticələr alırlar və kişilər tam 1-2 gündən sonra deyir, sən nə etmisən ki, ora belə dar olub. Mən səni tamamilə fərqli hiss edirəm. Çünki məşq bizə bizim təbii quruluşumuzu özümüzə qaytarır. Təbiət aptal deyil. Təbiət bizi lazım olan kimi yaradıb, kişiləri də lazım olan kimi yaradıb. Sadəcə müəyyən bir həyat tərzi, müəyyən bir məsələlər bizim həmin o təbii funksiyalarımızı pozur. Da qızlar, baxın nələr sizə aiddir. Əgər kimsə burada özünə aid olanı görür, onun üzərində başlayın işləməyə. Sizi gözləyəcəm marafonda. Marafonu artıq 10 mindən artıq xanım keçib və çox məmnun qalıblar. Bütün ətraflı məlumat burada aşağıda. Mənim adım Marcina Jumati. Mən qadın sağlamlığı, ailə münasibətləri və şəxsi inkişaf üzrə coach. Mənim Instagram səhifəmi də aşağıda izləyə bilərsiniz. Mənim Instagramım və burada da YouTube kanalım bu ayrıca bir təlimlər kimidir. Bu ayrıca bir praktikalar, yəni ki, böyük bir aləmdir. Meditasiyalar edin, faydalanın, maariflənin və həyatın dadını çıxardın.